hüceyrələri yenə öz funksiyasını yerinə yetirə bilmir. Daha sonra fol turşusu. Fol turşusu çatışmazlığına bağlı olaraq yenə anemiya yarana bilər. Bu da yenə qida vasitəsilə və yaxud da müxtəlif dərmanlar vasitəsilə fol turşusunun bədəndə ifrazı ya da fol turşusunun bədənə daxil olması prosesləri pozula bilər. Daha sonra isə hemolitik anemiya dediyimiz qan parçalanmasına bağlı olan durumlarda da yenə anemiya yaranır. Bu isə müxtəlif dərmanlarda allergik reaksiya kimi və yaxud da bəzi xəstəliklər zamanı ya da irsi xəstəliklərdə özünü göstərir. Növbəti variant xroniki xəstəlik anemiyasıdır. Belə ki, hər hansı bir xronik xəstəliyiniz varsa, məsələn, böyrək çatışmazlığından əziyyət çəkirsinizsə və yaxud da revmatik xəstəlikləriniz varsa, uzun müddət ərzində bu xəstəlikdən əziyyət çəkməyinizin nəticəsində yenə də qan hüceyrələrinin normal yaranma prosesi pozulur və bu da bədəndə gələcəkdə anemiyaya səbəb ola bilir. Növbəti növ isə irsi xəstəliklərdir. Məsələn, talasemiya xəstəliyi, hansı ki,